Salam dostlar, yəqin ki hamımız o məşhur məsləhətdə eşitmişik, daxili səsini dinlə. Amma iş praktikaya gələndə bu heç də asan olmur, elə deyilmi? Axı beynimizdə o qədər fərqli səs var ki, bəs hansının doğru, hansının yanlış olduğunu necə seçək? Elə bugün biz məhz bu səs küyün içindən o əsl, doğru siqnalı tapmağın yollarından danışacağıq. Bəli, əsas məsələ də elə budur. Beynimizdəki bu bitməyən dialoqda hansı səs bizim həqiqi mənliyimizdən gəlir, hansı isə, bilirsiniz də, o anlıq qorxular, şübhələr. Bugün biz bu fərqi anlamağınıza kömək edəcək, çox konkret bir çərçivəni təqdim edəcəyik. Yaxşı, gəlin başlayaq. İlk olaraq, gəlin problemi biraz daha dərindən anlayaq. Yəni, zehnimizdəki bu səslər kainatı dediyimiz şey əslində nədir və niyə bu qədər çaşdırıcı ola bilir? Baxın, bu mənzərə yəqin ki, hamımıza çox tanışdır. Zehnimiz bir an belə dayanmır, elə deyilmi? Xatirələr, gələcəklə bağlı planlar, o narahatlıqlar, sevinclər, hamısı bir-birinə qarışıb gedir. Mənbənin də vurğuladığı kimi, əslində bu səs-küyün özü bir problem deyil. Bu, tamamilə normal bir haldır. Əsl çətinlik isə, bax, məhz burada başlayır. Məsələ o düşüncələrin olması deyil. Əsas məsələ onların mənbəyini ayırd edə bilməməyimizdir. Yəni, hansı səs bizim həqiqi intuisiya səsidir, hansı isə sadəcə kənardan gələn bir təsir, bir anlıq emosiyadır. Yaxşı, problemi anladıq. İndi isə keçək həll yoluna. Mənbə deyir ki, bütün bu səs-küyün içində fərqli, çox xüsusi bir siqnal var. Gəlin birlikdə baxaq görək, bu ilahi siqnal nədir və biz onu digərlərindən necə ayıra bilərik? Deməli, mənbə bu çox xüsusi daxili səsi ilahi siqnal adlandırır. Bu, bizim o adi, gündəlik düşüncələrimizdən tamamilə fərqlidir. Təsəvvür edin ki, bu daha dərin, daha uca bir yerdən gələn bir ilhamdır. Bəlkə bir hissdir, ya da çox aydın bir sözdür. Yaxşı, əla, bəs sual yaranır, biz bu siqnalı o biri daxili səslərdən necə seçək? Mənbəyə görə narahat olmağa dəyməz, çünki onların çox aydın və fərqli xüsusiyyətləri var. Baxın, burada fərqi çox aydın görmək olur. Bir tərəfdə ilahi fikirlər dayanıb, sizin ən yüksək düşüncələriniz, aydınlıq gətirən sözlər, o uca əbədi hisslər. Digər tərəfdə isə daha aşağı səviyyəli, gəldi-gedər, qarışıq impulslar. Fərq sanki gecə ilə gündüz kimidir, elə deyilmi? Yaxşı, bu nəzəriyyə hissəsi aydındır, amma gəlin praktikaya keçək. Gündəlik həyatda bunu necə tətbiq edəcəyik? Bax, növbəti bölmədə mənbənin təklif etdiyi çox sadə, amma bir o qədər də güclü bir həqiqət testini öyrənəcəyik. Yəni, fərqi necə biləcəyik? Mənbə bizə konkret bir çərçivə təklif edir. Təsəvvür edin ki, əlinizdə bir süzgəc var, zehninizdəki bütün o qarışıq düşüncələri bu süzgəcdən keçirirsiniz və yalnız təmiz olanlar qalır. Mənbənin təklif etdiyi çərçivə də məhz bu süzgəc rolunu oynayır. Və bu süzgəc 3 sadə, amma dediyim kimi, çox güclü addımdan ibarətdir. Birincisi, sevinç testi. İkincisi, həqiqət testi. Və üçüncüsü, əbədiyyət testi. Gəlin indi hər birinə ayrı-ayrılıqda daha yaxından baxaq. Deməli, birinci testimiz sevinç testidir. Bu test çox sadə bir suala cavab axtarır. Bu düşüncə sizə sevinç gətirirmi? Mənbəyə görə bu, ən fundamental, ən əsas meyardır. Mənbənin öz sözləri ilə desək, o fikirdir ki, özündə sevinç və dua daşıyır. Baxın, bu çox vacib bir məqamdır. Söhbət sadəcə müsbət, pozitiv olmaqdan getmir. Söhbət daha dərin, ruhu qidalandıran bir sevincdən gedir. Yaxşı, sevincdən keçdik. İndi gəldik ikinci testimizə, yəni həqiqət testinə. Burada isə biz düşüncənin nə qədər möhkəm, nə qədər sarsılmaz olduğunu yoxlayırıq. Mənbə deyir, o sözlərdir ki, özündə həqiqəti daş kimi daşıyır. Bu həqiqətən də möhtəşəm bir bənzətmədir, elə deyilmi? Həqiqət daş kimidir, möhkəmdir, sarsılmazdır, aydındır, heç bir şübhəyə, heç bir qarışıqlığa yer qoymur. Və nəhayət gəldik sonuncu süzgəcimizə, əbədiyyət testi. Bu test bizə nəyi göstərir? O hissin anlıq, keçici bir şey olub olmadığını, yoxsa zamanın sınağından çıxacaq qədər dərin olduğunu yoxlayır. Yenə də mənbənin öz sözlərinə qulaq asaq. O hisslərdir ki, siz onları əbədi adlandırarsınız. Yəni, söhbət bugün gəlib sabah yox olan bir emosiyadan getmir. Söhbət dərin kökləri olan, zamanın fövqündə dayanan bir hissiyatdan gedir.
Yaxşı, tutaq ki, bu 3 testi də tətbiq etdik, bəs sonra nə olur? Bizi sonda nə gözləyir? Mənbə deyir ki, nəticə sadəcə doğru qərarlar verməkdən ibarət deyil. Nəticə daha dərin, daha böyük bir şeydir. Bu, aydınlığın vədidir. Yəni bu çərçivədən istifadə etmək sadəcə düşüncələri filtrləmək üçün bir texnika deyil, qətiyyən. Mənbənin dediyinə görə, bu prosesin özü daxili dünyamızda çox dərin bir dəyişikliyə, həqiqi bir transformasiyaya səbəb olur. Və nəticə nədir? Mənbənin son sözü budur. Sevinç bərqərar olanda artıq qaranlıq heç nə qalmır. Təsəvvür edirsiniz? O sevinç hissi daxilimizdə möhkəmlənən kimi qaranlığa, şübhəyə, o qarşılıqlığa heç bir yer qalmır. Hər şey aydın olur. İndi isə bütün bunlardan sonra gəlin yekun olaraq diqqəti birbaşa sizə yönəldək. Axı günün sonunda əsas məsələ bütün bu biliklə bizim nə edəcəyimizdir. Deməli, mənbə bizə daxili münaqişədən, daxili aydınlığa aparan çox aydın bir yol göstərdi. Biz zehnimizdəki o səs-küydən başladıq, sonra sevinç, həqiqət və əbədiyyət testlərindən keçərək aydınlığa doğru bir səyahət etdik. Və mənbə bütün bu izahatı hər birimizə ünvanlanmış, çox güclü, çox dərin bir sualla yekunlaşdırır. Amma siz bu sözü nə zaman alacaqsınız? Baxın, bütün bu alətlər, bu testlər artıq sizin əlinizdədir. Bəs siz bu daxili aydınlığı, bu doğru səsi öz həyatınıza nə zaman dəvət edəcəksiniz? Bu sualın cavabı isə hər birimizin öz daxilindədir.